Salam əziz izləyicilər, mən Rəşad İsmailov, tarix müəllimi. Bugündən etibarən çalışacağım bütün tarix mövzularını sistemli şəkildə izahını paylaşım, aydın və sistemli şəkildə. Məqsədim nəinki abituriyentdə, ümumiyyətlə tarixə maraqlı olan hər kəsə bu fənni sevdirmək və asan şəkildə öyrətməkdir. Başlayaq, ilk dərsimiz olsun ibtidai icma cəmiyyəti. Çünki tarixdə ilk dərs budur. İbtidai icma. Bundan qabaq bu iki dənə suala aydınlıq gətirin. Tarix elmindən çox soruşulan sual ilk insanla bağlıdır. Bu ilk insan nə vaxt yaranıb, harda yaranıb, necə yaranıb? Bununla bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Birincisi məşhur din nəzəriyyədir. Adəm və Həvva ilə bağlı. İkincisi elmi nəzəriyyədir. Charles Darwinin təkamül nəzəriyyəsi. Sonra biri deyir ki, meteor düşdü, sonra oksigen yarandı, oksigendən bilə-bilə inkişaf edik, dənizdən çıxdıq quruya və s. Bunların heç birisi dəqiq deyil, biz dəqiq bilmirik. Onu deyə bilərəm ki, tarix elmlərində olan məlumatlar bundan ibarətdir ki, ilk insan təxminən 3 milyon il bundan əvvəl yaşamışdı. Hardan tapılıb? Onun adı sümüklər Şərq Afrikadan. Daha dəqiq desəm, Tanzaniya ilə Efiopiya arasından. Ərazinin adı Olduveyr ərazisidir. Olduveyr mədəniyyəti adlanır bu hissə. Bəs ilk insanlar Azərbaycanda nə vaxt yaşayıb? Təxminən 2 milyon il bundan əvvəl. Niyə Azərbaycan? Çünki ilk insan nə lazımdır? Heyvan, zəngin heyvan, təbiəti olan, zəngin bitki örtüyünə sahib ərazi, şirin su yataqlarına sahib ərazi. Bütün bunların hamısı Azərbaycanda var, xüsusən də Qarabağ ərazisində. Ona görə elə ən məşhur yerimiz də bizim alt bayata aid Azıq mağarasıdır. Görürsə, o da Qarabağda yerləşir. Buna da cavab verdik və başlayaq ibtidai icma cəmiyyətindən. Bəşəriyyətimiz müxtəlif quruluşlardan keçib. İbtidai icma sadəcə onlardan birincisidir. İkincisini ömrəliyim. 2 olsun quldarlıq. 3 feodalizm və 4 kapitalizm. Onu qeyd edeyim ki, hər sonra gələn əvvəlkindən daha mürəkkəb və inkişaf etmişdir. İbtidai icma cəmiyyətində hər kəs bərabərdir, mənim sənin yoxdur, birlikdə ova çıxırlar, birlikdə yeyirlər, birlikdə mütrafiyə olunurlar. Quldarlıqda iki söz var əsas. Bir qul və yaxud quldar sözünü görürüz, birinci söhbət quldarlıqdan gedir. Quldar nə deməkdir? Qulun yiyəsi, qulun sahibi. Eradan əvvəl bütün dövlətlər quldardır. Bunu yadınıza salmanız kifayət edir. Sonra gəlir feodalizm. Feodalizmdə qəşəng izah edə biləcəyim. Tutaq ki, bu torpaqdır, yəni feod. Bu kəndlidir. Bu da feodaldır, yəni torpağın yiyəsi. Torpağın sahibi feodaldır, ancaq özü işləmir torpağında, işlədir kəndlini. Tutaq ki, 10 ton kartof çıxırsa, 9 tonunu verir kəndi feodala, 1 ton özü üçün qalır, az qalmasın deyə. Quldarlığı bilirsiniz də, sadəcə yemək qarşılığında bütün gün işləyirlər. Amma burada ən azından onun əlində bir şey qalır. Və gəldik kapitalizmə. Bir də bunu qeyd edeyim feodalizmdə şərq-qərb məsələsi var. Qərb deyəndə Avropanın, şərq deyəndə şərq ölkələrin, biz də onun içində gedirik. Avropada bizdən sonra başlasa da bizdən tez bitir feodalizm. Amma bizdə əksinə tez başlayıb, gec bitir. Yəni 3-cü əsrdə başlayıb 19-da bitir. Avropada 5-də başlayıb, düz 17-ci əsrdə davam edir. Və gəldik kapitalizmə. Kapitalizmdə 2 əsas sinif var. Yazmaya ehtiyac yoxdur, dildən deyim. Bir muzlu sinf, yəni fəhlə sinfi. Digər burjuaziya. Burjuaziya, belə deyim, varlı insanlar nəzərdə tuturlar. Sadə dillə necə başlayalım? Tutaq ki, bir dənə restoran fikirləşəyəm. Restoranın sahibi olsun burjuaziya, sizdə olsun muzdur, fəhlə sinfi. Fəhlə deyəndə çox adamlar Allah tikintidə işləyənlər gəlir, amma əslində pul qarşılığında işləyirsəsə elə sizin özünüzdə fəhləsiz. İndi restoran götürəndə kassir, əslində fəhlə sinfinə aiddir, nə bilim, hostes, afisyon. Orada bir dənə burjuaziya kimdir? Restoran sahibi. Nəqli ki, başa düşdünüz də bundan sadə dilində necə başlayalım bilmirəm. Bunlar bu qədər. Gəldik ibtidai icma quruluşuna. İbtidai icma quruluşu çox xırdalıqları var, uşaqlar çaşır burada, çünki hər dövr özdə bir neçə dövrə bölünür. İbtidai icma quruluşunda nədir məsələ? Əmək alətləri nədən hazırlanırsa ona görə bölüşdürülür, 3 yerə bölünür. Bu olsun daş dövrü, tunç və dəmir. Dediyim kimi, əmək alətləri bunların hansından çox hazırlanırsa ona görə seçirlər. Daş dövrü özdə bölünür 3 yerə. Qədim, orta və yeni. Qədim daş dövrü alt paleolitdir. Bu
olsun mezolit. Yəni burada özünsən alt paleolit söhbəti yoxdur, paleolit eləcək. Paleolit. Yeni daş dövrü isə neolitdir. Neolit. Bunu elə neo sözündən yadına saxlasız bəs eləyir. Baxın. Deməli, qədim, orta, yeni. Qədim hansıdır? Paleolit, orta, mezolit, yeni isə neolit. İndi burada paleolitin özü üç hissəyə bölünür. Alt paleolit, orta paleolit, üst paleolit. Bundan bitmədi. Tunc dövrünün özü üç hissəyə bölünür. Erkən tunc, orta tunc və son tunc. Yəni bu cədvəli necə deyim, screenshot edeyim. Sizə bunu bildiniz, çox hissəsi düzələcək. Qədim, orta, yeni daş dövrü, paleolit, mezolit, neolit. Bu deməkdir, yəni bilim dayanışmışıq. Aha. Başlayıq paleolitdən. Paleolitdə də ilk dövrü alt paleolitdir. Alt paleolit. Alt paleolitdə nə olur? Ən birincisi, ilk insan tipi individualına sahib. Alt paleolit dövrünə başlayıb elə-belə götürüb bataraqda ilk insan tipinin yaranmasından 100 min il bundan öncəyə qədər. 100 min il bundan öncəyə qədər davam etmişdir. İlk insan tipindən yaranmasından 100 min il əvvələ kimi. 2. Burada yaranan insan tipinin adı bacarıqlı insandır. Bacarıqlı insan. Bacarıqlı insan 3 dənə əmək alət olur. Dəyənək, yer qazan çubuq, və sivri daş. Burada nə olub? İstehlak təsərrüfatı. Buna digər deyirlər mənimsəmə təsərrüfatı. Gəlin yazın. Mənimsəmə istehlak. Bunu əzbəri yadınızda saxlayın. Baxın, istehsal deyirlər, istehlakdır. İstehsal sözünün çıxmışına baxın, istehsal. Yəni özün istehsalsa özün yazır. İstehlak isə hazır şəkildə istifadə edirsən deməkdir. İlk insan tipi təcrübəsizliyindən və iş yaranmasından dolayı bu nəsil istehsal edə bilmirdi. Hazır məhsullardan istifadə edirdi. O da nədir? Yığıcılıq və ovçuluq. Təbiətdən bitkiləri yığıb yeyirik ya da nəyisə olub yeyirik. Məsələ budur. Qısası özünüz istehsal etmək, təbiətdən qidalanır. Digərdə mənimsəmə təsərrüfatıdır. Bu istehlak təsərrüfatı alt paleolitdə yaranıb ta gedəcək mezolit dövrünə qədər. Mezolit dövründə artıq istehsal təsərrüfatı yaranacaq. Sonra burada təbii otdan istifadə var. Təbii ot nədir? Yəni ildırım çaxır, tutaq ki meşədə ağac yanır. Bu odu elə əldə edirlər, onunla qısınırlar, tutaq ki onunla yemək bişirirlər. Ancaq orta paleolitdə isə süni od yaranacaq, o da bizdə çaxmaq daşı və s. Və gəldik. İbtidai dini inanclar desələr, ilkin dini inanclar desələr, elə bunu götürürük alt paleolit, ilkin dini inanclar. Bunu hardan bilirik? Ay kəlləsi tapılıb, üstünə 7 dənə cızıq. Bu da göstərir ki, ilkin dini inanclar və ya totemdə deyirlər buna. Təbii od, ilkin dini inanclar, mənimsəmə, istehlak təsərrüfatı, bacarıqlı insan, burada başqa nəsə qaldı. Gəldik ulu icmaya. Ulu icma nədir? Ulu icma ilk insan kollektividir. Ancaq möhkəm deyil. Bunlar nədir? Deməli, bir dənə dinozavr gəldi, tutaq ki, ondan qoyulmaq üçün birləşirlər. Təhlükə anda birləşirlər, yemək yeyəndən sonra da dağılışırlar. Yəni, dayanıqlı deyil. Ancaq ulu icma nə vaxt dağılacaq? Üst paleolitdə. Onun yerinə ana xaqanlıq yaranacaq. Bunların fərqli cəhətlərdir. Bu dayanıqsızdır. Ulu icma, ana icma, ana xaqanlıq daha dayanıqlıdır. Yenidən deyirəm, ulu icmanın ana xaqanlıqların fərqi nədir? Bu dayanıqsızdır, o daha dayanıqlıdır. Çünki orada qan qohumluq əsasında birləşmə var.
Ultimada məsələ nədir? Heç kim heç kimin üstün deyil, hamı bir-birinə bərabərdir. Bu qədər. Alt paleotu deyilsən bununla bitirdik. Sonra da mağaralar var. Mağaralar onsuz da dərsin girişində yazılıb. Məsələn, Mingəçevirdə, Qaracahan, Naxçıvanda qazma, Azıq, Tağlar. D ilə başlayana Qazax deyilişir, daş salaqlı, damcılı. Bunlar yəni özünüz öyrənərsiniz, mən deməyimə ehtiyac yoxdur. Alt paleotda Azərbaycanda Quruçay dərəsində öyrənim deyə Quruçay mədəniyyəti adlanır. O da bizim Azıqlar arası uluq ərazidir. Onun birisi Azıqlar arası yanında Quruçay çayı var. Burada araşdırma yapan bizim məşhur alimimiz var, Məhəmməd Əli Hüseynov. 1968-ci ildə qadına aid, 18-22 yaşlı qadına aid 6 dənə sümük tapıb burada. Bu da Azərbaycanın ən qədim insan məskənlərindən biri olduğu əsas sübutudur. Hazırda muzeydə saxlanılır. Düzü deyil, onun özü saxlanmır, onun sadəcə maketi saxlanılır. Bu məsələni dəqiqləşdirmək lazımdır. Aha, bununla birlikdə deməli Quruçay mədəniyyətidir. Azərbaycanda Azıq mağarasında yerləşir. Qarabağ ərazisində Xocavənd yazırlar. Əvvəllər Füzuli yazırlar, sonra Xocavənd elədilər. Bu qədər. Bu da bizim alt paleolitimiz. Sonra keçsək orta paleolitə. Azıq mağarasında yaşayanlar adı üstündə Azıq antrop adlanırlar. Yəni bunu bilmək çətin deyil. Burada 700 min il əvvələ aid ocaq izləri tapılıb. Azıq antropların özü hardasa 354 min il bundan əvvəl yaşayıb orada. Bunlar sadə şeylərdir. Gələk orta paleolitə. Buna Mustiya mədəniyyəti deyirlər. Burada məlumat hadisə nədir? Burada Neandertal insan yaranır. Neandertal insan. Alt paleolitdə bacarıqlı insan idi. Bacarıqlı. Ortada Neandertal insandır, üst paleolitdə isə olacaq ağıllı insan, yəni biz. Sonra burada süni od yarandı, süni oddan istifadə yadınızda saxlayın. Digər burada yazılmış kimi deyəcək. Digər vacib məsələ isə təbiət qüvvələrinə inam və axirətə inam yarandı. Axirət. Orta paleolitlə bağlı demək olar bu qədər. Orta paleolitin dövrü nə vaxtdır? 100 min il bundan əvvəldən 35 min il bundan əvvələ kimi davam etmişdir. Təbiət qüvvələri inam. Bu qədər. Yəni orta paleolitdə bunu bildiniz kifayət edir. Ancaq üst paleolitdə xeyli şey var. Bunları qarışdırmamaq lazımdır. Və gəldik üst paleolit. Üst paleolitdə 35 min il bundan əvvəldən 12 min il bundan əvvəldə davam eləmişdik. Bu da burada yeni insan yarandı və Homo sapiens deyirlər buna. Mənası ağıllı insan deməkdir. Baxın, alt paleolitdə bacarıqlı insan, orta paleolitdə Neandertal, üst paleolitdə isə Homo sapiens, yəni ağıllı insan. Bunun fərqlərində deyim, ağıllı insanın beyin tutumu digərlərindən daha artıqdır. Təxminən 1500 cm3-dür. Bunda da fərq var, qadınlarda fərqlidir, kişilərdə fərqli. Kişilərdə 1500-dür, qadınlarda da 1440-1450 cm3-dür. Ancaq Neandertallarda ise 600-700 cm3. Homo sapiens, ondan sonra digər lazımlı şey rabitəlilik veya rabitəlilik. Yəni yazım, səslilik də yazılar testlərdə yarandı. Sonra sal. Yəni qısaca körpü çayları keçmək üçün. Belə yadınızda saxlayın. Rabitəlilik, sallar. İbtidai incə sənət. Bunu yadınızdan çıxartmayın. İbtidai incə sənət. Bu dövrdə yarandı. Və ən məşhuru nə oldu? Ulu icma dağıldı. Ulu icma dağıldı. Nə yarandı? Ana xaqanlıq. Bunun digər adı matriarxatdır. Testlərdə o bizim belə yazılar, yəni çaşmayın, matriarxat. Ata xaqanlığında patriarxat deyirlər. Pater də latın dilində ata deməkdir. Belə yadınızda saxlaya bilərsiniz. Homo sapiens, rabitəlilik, sal, ibtidai incə sənət, ana xaqanlığı,
Bu dövrdə iqlim mülayimləşdi, insanlar artıq mağaralardan çıxmağa başladılar və çomalarda yaşamağa başladılar. Ana xaqanlığına gəlib bu məsələyə dayanmaq lazımdır. Ana xaqanlığında insanlar ananın qohumları üzərində birləşirlər. Yəni əsas rolu ana oynayırdı, ana xaqanlıq adlanır. Bundan başqa anaların işləri nə idi? Yemək bişirmək, uşağa baxmaq, odu qoymaq, yəni sönməsi. Bütün lazımlı işləri ana görüldü, ananın rolu böyük olur, ana xaqanlıq adlanır. Ta Erkən Tunc dövrlərə davam edəcək. Erkən Tunc dövrlərində artıq kişi əməyinə çıxırdı ya, ata xaqanlığı yaranacaq. Ana xaqanlığı matriarxat. Dediyim kimi, budizmdan daha dayanıqlıdır, ona görə daha çox yaşadı. Üst foliyetdə bu qədər. Keçirik artıq Orta Daş dövrünə. Bütün bunlar hamısı qədim daş dövrüdür, yəni paleolit aiddir. İndi keçirik Orta Daş dövrünə, bu isə mezolit adlanır. Mezolit dövrü 12-ci minillikdə başlayıb, bədərəndə 8-də bitir. Mezolit. Dönəmlər 12-8 minilliklər. Bu Orta Daş dövründən anlatmayım yazım, çünki Orta Daş dövrü deyəndə çox uşaq çaşır, Orta Paleolit yazır. Orta Daş dövrü. Ən məşhur tapıntısı ox və kamandır. Ox və kaman. Biz ox və kamanı tapandan sonra artıq daha təhlükəsiz eləməyə başladıq və qidalarımızın sayı artdı. Qida ehtiyatımız artdı, belə deyim. Tutaq ki, bir dənə heyvanı ovlayırıq, artıq onun balasını saxlayırıq, böyüdürük, belə onları çoxaldırıq və artıq görürsünüz, biz özümüz heyvandarlıqla bağlı istehsal keçmişik. Bu nə deməkdir? Artıq biz istehlak təsərrüfatından çıxıb, istehsal təsərrüfatına keçirik. Yəni artıq insanlar özü istehsal edə bilir. O da bildiyim kimi, tutaq ki, oxşaman deyil. Heyvanı ovlayırıq, balasını saxlayırıq və onları çoxaldırıq. Qısası özümüz istehsal edirik. Ox və kaman yarandı. Ox və kaman yaranması istehsal təsərrüfatının yaranmasına səbəb oldu. İstehsal təsərrüfatının yaranmasına səbəb oldu. Sözlər qısa yazıram ki, çox vaxtımız yetməz. İstehsal təsərrüfatının yaranmasına səbəb oldu. İndi çox burada xırda nüansı var, test kitablarında niyə belə yazırlar bilmirəm. İstehsal təsərrüfatının yaranması kimi götürmürlər. Bundan yazırlar ki, istehsal təsərrüfatına keçsin əsası qoyuldu. İstehsal təsərrüfatının yaranmasını isə neolit dövrünə aid edirlər. Ona görə mən də test kitablarına uyğun gedim. Sonra sizi çaşmayın. İstehsal təsərrüfatına keçidin əsası qoyuldu. Keçidin əsası qoyuldu. İstehsal təsərrüfatının yaranması isə istehsal təsərrüfatının yaranması neolitə aiddir. Neolitə aiddir. Yalnıza qaldı, deməli, keçidin əsası qoyuldu mezolitdə, amma yaranması sözünü gördünüz, nə bilim, oturuşdu, formalaşdı, bu tip sözlər gördünüz, neolitə aid edib. Oxşaman və gəldik digər məsələyə. Büt. Qəbillərə artıq bütlərin qoyulmasına başlandı. Sonra harpun. Ümumiyyətlə, balıqçılıq sözünü gördünüz, 90% mezolit dövründə söhbət gedir. Harpun da balıqçılıqla bağlı bir alətdir. Balıq onda istifadə olunur. Mezolit dövrünün aid ən məşhur yer isə, abidə isə Qobustandır. Düzü abidələri yazanda burada Qazaxdaşlar yazısı saxlayın, daş sorğu damcılı və çox damcılı, adı çəkilir damcılı və Qobustan. Mezolitə aid bu iki yaşayış yeridir. Burada da bizdə Qobustan nələr var, Yallı rəqsəbəslər, hətta Norveç alimi Tur Heyerdahl Qobustanı ilk gəmisinin mərkəzi sayır. Deməli, damcılı ilə Qobustan sözünü gördünüz, alınca mezolit gəlsin, sonra balıqçılıq gördünüz, alınca mezolit gəlsin. Bu qədər. Mezolitdən də bu qədər. Ən əsas hissələri qeyd elədik. Və gəlirik neolitə.
və 8, 6-cı minilliklərdir. Neolit dövründə müxtəlif yeni sənət sahələri meydana gəlib. Bundan başqa başlayaq. İlk bir cür iynə, toxuculuqla bağlıdır. İy yarandı, toxa yarandı. Amma toxa əkinçilik deyilsə, baxın, eneolit dövrünü götürək oldu. Yanına yazım, toxa əkinçiliyi isə əkinçiliyi eneolit saşmina. Toxa neolit, toxa əkinçiliyi eneolit. Toxa əkinçiliyi yarandı. Sonra yeni sənət sahələri yarandı. Neolit inqilabı deyəcəm. Oturaq həyata keçirildi. Oturaq həyat. Yəqin ki, bu sözün mənasını bilirsiniz, nə deməkdir? İnsanlar köçürürlər vaxta qədər, yəni yazda istəyirlər. Qısası yaylaq qışlaqlara köçürürlər, belə deyil. Ancaq oturaq həyat nədir? Bir yerdə axı kimi yaşamaq. O oldu neolit dövründə. Məşhur neolit inqilabı oldu. Neolit inqilabı. Neolit inqilabı. Burada 3 dənə şey yazılır. Duluzçuluq yazılır. Duluzçuluq. Toxuculuq və dəri işləmə. Buna isə yazılır daşların cılalanması. Daşların cılalanması. Baxın, bu duluzçuluqdur, toxuculuqdur, dəri işləmədir. Bunlar yeni sənət sahələridir. Bunu qeyd edeyim. Neolit dövründə nə yarandı? Ən çox bunu yazılır. Yeni sənət sahələri. Bunu altından xətt çəkin. Dönə-dönə də baxın. Nəyə nəzər tutulur? Duluzçuluq, toxuculuq, dəri işləmə kimi sənət sahələri. İndi gəldik maraqlı hissə. Orta Tuncda isə təsərrüfat deyil sahələr yaranır. Bağçılıq, bostancılıq, üzümçülük, şərabçılıq. Baxın, onlar təsərrüfatın yeni sahələridir. Ona görə biz orada götürəcəyik Orta Tunc. Ancaq yeni sənət sahələri deyilsə, biz götürəcəyik neolit dövrünü. Bunu çox diqqətlə yadınızda saxlayın, çünki tez-tez sual uşaqlar çaşdırılır. Neolit dövründə başqa nəsə maraqlı bir şey qaldı? Məncə yox. Bununla bitirik. Bir dənə şey deməmişəm nəzərdə. Heyvanların əhilləşdirilməsinə başlandı və ilk əhilləşdirilən heyvan itdir. Sonuncu əhilləşdirilən heyvan isə atdır. Əhilləşdirilmə bitib eneolitdə. Başlayıb mezolitdə, bitib eneolitdə. İndi o eneolitdə keçsək. Oradan ağlıma gəldi. Deməli, ən birinci əhilləşdirdiyimiz balaca heyvandır. Baxın, yadda saxlayın. Balacadan sonra böyüyüb. İt, anaxırda at. Və gəldik eneolitə. Eneolit. Bu da evdən əvvəl 4-cü minillikdir. Bu dövrün mis-daş dövrü deyirlər. Yazım. Deməli, mis-daş dövrü. Niyə? Çünki ilk dəfə metalla biz eneolitdə tanış olmuşuq. İlk tanış olduğumuz metal da misdir. Ancaq mis kövrək metalda biriz. Tez çıxır. Ona görə insanlar bunu çox istifadə edənmədilər və misi kesidlər avtomatik bəzi əşyası olurlar. Daha çox da istifadə edərlər, əvvəl kimi daşdan istifadə etməyə başladılar. Aha, bunu bildiyim mis daş dövrü adlanır buna görə. Burada evlər dairəvi tikilirdi, tikilirdi. Möhürdən tikilirdi, yanına yazılı möhürlər. Davarlar saxlanırdı, bunda tez-tez salırlar. Davar, yəni bizdə qoyun quzu, davar saxlanırdı. Evlərdə sonra həsil salınırdı, bunda möhtəzəncə yazım. Həsil də bildiyimiz bir xalçadır. Dediyim kimi, heyvanların əhilləşdirilməsi başa çatdı, əhilləşmə başa çatdı. Atla. At sümüklərdən tapışıq, əvvəldən əvvəl 5-ci əsrdə, 5-ci minillikdə, əvvəl 5-ci minillikdə Cəllabadda Əli Köməktəpə, Əli Köməktəpə
Buradan maraqlı hissə ölülərlə bağlıdır. Ölülər ilkin olaraq eneolit dövründə evlərin arasında, həyətlərdə bastırılırdı. Ancaq erkən tuncda artıq ölülər uzaqlaşdırılır. Evlərdən kənarda dəfn etməyə başlayır. Belə yadda saxlayın, günümüzdə də görürsünüz uzaqda dəfn edilir qəbristanlıqda. Ona görə eneolit ilkin dövr deyə yaxında, erkən tunc bundan sonra gəlib deyə uzaqda. Yəni indiki dövrümüzü ağzı gətirib biraz qaçdırmaya bilərsiniz. Qısası ölülər yaxında dəfn edilirdi. Belə yazın, yaxında dəfn edilirdi. Və üzərlərinə oxra. Oxra da qırmızı boya kimi şeydir. İstəyən səpilsiz, üstü belə. Ölülər yaxında dəfn edilirdi, üzərində oxra səpilirdi. Qırmızı boya. Bu qədər. Bizim eneolit dövrümüzdə bu qədər. Və keçirik tunc dövrünə. Son versələr ki, əkinçilik və maldarlıq ikinci dərəcəli sənəd sahəyə çevrildi.